bizim balaca dostumuz gəlir yanımıza. O balaca dostumuz kids model aktyordur. Çox gözəl şeirlər deyir. Hazırda 2-ci sinif şagirdidir. Ən böyük hobbisi mahnı oxumaqdır. ARB Günəş TV, NTV kanallarında yayımlanan Uşaq Saatı verilişinin daimi qonağı olub. Bir çox nailiyyətləri var. Diplomlara təltif olunub. Ən böyük arzusu polis olmaqdır. Xoş gördük, xoş gəlmişsən. Necəsən? Səni təbrik edirəm Yusif. Bu sənin mikrofonun. Və bilirəm ki, hal-hazırda bizə şeir də deyəcəksən sən. Düzdürmü? Bəli. Bəli. Deməli, şeir deyəcəksən hal-hazırdan biz onu eşidirik. Payız kövrəldəndir, bahar coşduran, məni sərt eyləyən qış da gözəldir. Ürəyin daşdırmı demə ayınsan, duymağı bacarsan daş da gözəldir. Bir gözəl çıxanda səmənə düzə, fikir ver yanağa, nəzər sal üzə. Gözəllik baharmı əydiyə düzə, demə ki əyridir qaş da gözəldir. Zərim xan olmasın nə ah, nə əman, ağrıdan ağlamaq yamandır, yaman. Sevincin qəlbini dolduran zaman, yanaqdan süzülən yaş da gözəldir. Əhsən, alqışlar gəlsin və indi hal-hazırda mükafatımız təqdim olunacaq Yusif Şamilova. Mən bu mikrofonu götürüm, ürəkdən alqışlayaq balaca istedadlı dostumuzu. Və Trend of the Year 2025 mükafatı təqdim olunur. O kimdir? Gəlsin bura. Gəlsin bacısı qaqaşının yanına, onlar bir yerdə də gözəl şəkil çəkdirsinlər, alqışlayaq. Gəl qaqaşı qucaqla, deyən burada, afərin. Bir yerdə onların şəkilini çək. Sən, indi hər ikinizi buradan yola salacaq, qırmızı xalı ilə, get sən də.